Muaviyə radiyallahu anhu bacısı Ummu Həbibəni Ramlə bintu Əbu Sufyan kimə verir? Peyğəmbərimizə. Muaviyənin bacısı Peyğəmbərimizin zövcəsidir, möminlərin anası. Muaviyə nə düşür? Qardaşıdır. Ummu Həbibənin qardaşı Muaviyədir, möminlərin dayısı. Bu etibar ilə Muaviyə radiyallahu anhu möminlərin dayısıdır. Əhsən Vəhhabi məntiqinə, əhsən. Ümmü Həbibə Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi olduğunu görə, Quran-ı Kərimdə Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələrinə möminlərin anaları deyə xitab etdiyinə görə, Muaviyə də Ümmü Həbibənin qardaşı olduğunu görə, Muaviyə möminlərin dayısı sayılır. Çünki bacısı Peyğəmbərin həyat yoldaşıdır. Peyğəmbərin həyat yoldaşı da möminlərin anası sayılır. Deməli, Muaviyə avtomatik olaraq olur nə? Möminlərin dayısı. Vəhhabi məntiqi. Əhsən. İlk öncə ayənin tam halı möminlərin anaları. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra onların heç bir kəslə evlənə bilməməyidir. Allah Teala ana oğul nisbətini verir ki, necə ki, övladla ana evlilik eləyə bilməz, həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra da onun xanımlarla evlilik olmaz. Ana və oğul nisbəti kimi məsəldir. Əgər bunu Vəhhabilər real olaraq götürürsünüzsə, ayənin şə'n-i nüzulu evliliyi ola bilməməyi üçündür. O zaman Muaviyə möminlərin dayısı öz bacısı qızlarla evlənib. Çünki möminlərin anaları heç bir möminlə evlənə bilməz. Ayə bunu icazə vermir. Və siz də bu ayənin üzərindən qiyasla Muaviyə möminlərin dayısı deyirsinizsə, deməli Muaviyə zina edir. Muaviyənin həyat yoldaşları onun bacısı qızlarıymış. Çünki möminlərin anaları ayə buyurur ki, Peyğəmbər sallallahu sonra heç kimlə evlənə bilməzlər. Çünki möminlərin analarıdırlar. Və siz də bu qiyasla, bu ayəni əsas götürərək möminlərin anaları kəlməsini şüar edərək Muaviyə möminlərin dayısı deyirsinizsə, möminlərin anaları heç kimlə evlənə bilmədiklərini görə, o zaman Muaviyə də möminlərin dayısı olduğunu görə heç bir kəslə evlənə bilməzmiş. Yəni Muaviyə öz bacısı qızlarına evlənib. Cəmaat düz idi, Yezid vələdiyini olub da. İkincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin xanımlarının içərisində sizin teologiyaya görə Ayşə binti Əbu Bəkir ən şərəflisi, ən üstünüdür, ən savatlısıdır, ən yaxınıdır. Peyğəmbər sallallahu ən sevimlisidir. Nə üçün Ümmü Həbibənin qardaşı Muaviyə möminlərin dayısı deyirsiniz? Ancaq Ayşə binti Əbu Bəkirin qardaşı Muhammed ibn Əbu Bəkir haqqında bu kəlməni heç işlətmirsiniz. Nə özünüz öz çıxışlarınızda və yaxud da nə də mövcud olan kitablarımızda. Muaviyə haqqında bu qiyası eləyib, məntiqdən kənar qiyası, möminlərin dayısı deyirsiniz. Bəs Muhammed ibn Əbu Bəkir haqqında bunu niyə demirsiniz? Halbuki o, Ayşənin qardaşıydı, daha şərəflisinin, daha üstününün və Əbu Bəkirin oğluydu. O zaman belə çıxır ki, Əbu Bəkir də möminlərin babası sayılmalıdır. Əbu Süfyan möminlərin babası sayılmalıdır. Çünki Ümmü Həbibənin atasıdır. Və Hində də pozğun Əbu Süfyanın həyat yoldaşı, Həzrəti Həmzə aleyhissalamın ciyərini yiyən Hində də möminlərin nənəsi sayılmalıdır. Sizin məntiqinizə, sizin gətirdiyiniz argumenti görə. Allah sizə ağıl verməsin. Salam olsun, salama layiq bəndələrə.